Bugün sizinlə Azərbaycan televiziyalarından danışacağım və bir neçə gündür artıq Azərbaycanda bir çox şou biznes nümayəndələri arasında qalmaqal yaşanır və bunun fonunda digər bir tərəfdə də tanınmış sənət adamları, televiziya adamları, bir vaxtlar televiziyada çalışmış insanlar, bir qədər daha intellektual, daha ictimai çəkisi olan insanların televiziyaya belə kəskin tənqidlərini, televiziya fəaliyyətlərinə kəskin tənqidlərini biz görürük və qəribə bir gündəm yaranıb Azərbaycanda. Bu qəribə gündəm nədən ibarətdir? Ondan ibarətdir ki, bir tərəfdə tərəzinin bir gözündə sanki şou biznes nümayəndələri çox ağır ifadələrlə, hətta bir-birlərini təhqir etmək dərəcəsində olan ağır ifadələrlə söyüşürlər, döyüşürlər. Digər bir tərəfdən də bizim ziyalı kimi tanıdığımız, nisbətən yəni ziyalı kimi tanıdığımız, hörmət etdiyimiz, cəmiyyətin müxtəlif nümayəndələrinin hörmət etdiyi və bəzi hallarda hətta öz neytrallığı ilə önə çıxan şəxslərin Azərbaycan televiziyalarını kəskin formada tənqid etməsi, televiziyalardakı rüsvayçılığı, sözün həqiqi mənasında rüsvayçılığı, bayağılığı tənqid etməsi bir növ artıq gündəm olub. Hətta İctimai televiziyada belə bununla bağlı geniş bir müzakirə keçirilmişdi və orada mən Murad Arifin dediklərini dinlədim. Düzdür, razılaşdığı məqamlar da var idi, razılaşmadığım da məqamlar var idi. Çünki mən heç bir halda senzuranın tərəfdarı deyiləm. Mən ümumiyyətlə senzuraya qarşıyam. Fərqi yoxdur, bu indiki iqtidarın dönəmində oldu və yaxud da ki, gələcəkdə Azərbaycanda hər hansısa bir partiya hakimiyyətə gəlsin, hər hansısa bir şəxs ölkənin birinci insanı, yəni prezidenti olsun, senzura məsələsi istənilən bir halda, istənilən bir dövrdə təhlükəlidir. Kimsə ola bilər ki, bunu müsbət tərəfdən buna baxsın ki, gəlin bu məsələlərə senzura tətbiq edək. Amma sonra bu senzuradan təbii ki, artıq sui-istifadə halları olur. Bu senzura sonra gəlib artıq siyasi senzuraya çıxır, sonra gəlib azad fikrin senzurasına çıxır. Tamamilə heç siyasətlə əlaqəsi olmayan məsələlərə də senzuraya gəlib toxunur hardasa. Ona görə də biz ümumiyyətlə senzuraya qarşı olmalıyıq, bir mənalı olaraq. Efirlərdə, televiziyalarda senzura tətbiq edilməməlidir. Sadəcə müəyyən bir qaydalar, müəyyən bir şərtlər olmalıdır və bir növdə Azərbaycanda hüquq aliliyi olmalıdır. Azərbaycan iqtisadiyyatı hüquq aliliyi fonunda inkişaf etməlidir və bundan da televiziyalarda reklam verən şəxslər formalaşmalıdır. Və televiziyalar, özəl televiziyalar təbii ki, sponsorların hesabına ayaqda durur. Amma Azərbaycanda demək olar ki, bütün sahələr monopoliya olduğuna görə televiziyaya verilən sponsorlar da hansısa bir reytinqlər müqabilində verilir, verilişlərin reytinqi və bu reytinqi hesablama qurumu da Azərbaycanda təbii ki, saxta statistika təqdim edir. Bütün bunlar, indi görün mən nələr danışıramsa, bunların hamısı bir-biri ilə bağlıdır və Azərbaycan televiziyalarının bu gündə olması bir növ əslində mən təbii ki, bunu müdafiə xarakterli demirəm. Amma prosesdən anlayışı olan, ümumiyyətlə televiziya işindən anlayışı olan, təbii ki, mən o qədər də televiziya işindən anlayışlı bir insan deyiləm. Amma özümə görə dünya görüşüm və bu haqda bir qədər maraqlandığım üçün və həmin mütəxəssislərin dediklərini də nəzərə alıb analiz etdiyim üçün gəldiyim qənaət budur ki, Azərbaycanda bugün televiziyaların bayaqlaşması, televiziyaların problemi həmin televiziya rəhbərlərinin problemi deyil və yaxud da ki, onların özünün dünya görüş və yaxud da onların özlərinin istəyi əsasında baş vermir. Azərbaycanda televiziyaların bayaqlaşması, Azərbaycanda televiziyanın bugünkü durumu bir növ siyasi hakimiyyətin yaratdığı bir vəziyyətdən formalaşır və siyasi hakimiyyətin həm də istəyindən formalaşır. Çünki bəli, Azərbaycan iqtidarına bugün lazımdır ki, sadə Azərbaycanlı, siyasətə qarışmayan Azərbaycanlı otursun evində Xoşqədəmin verilişinə baxsın, Zaurun verilişinə baxsın, Elgizin verilişinə baxsın. Orada kim kimlə boşanır, kimin əri ona kimlə xəyanət edib və yaxud da ki, kiminsə həyat yoldaşı evdən çıxıb qaçıb. Niyə evdən çıxıb qaçıb? İnsanlar buna baxır, həmin insanların əvəzinə ağlayır, həmin insanların əvəzinə gülür və günləri gedir, insanların fikrini, baxın, insanların fikirlərini, insanların vaxtını həmin verilişlərə həsr edir. İnsanlar artıq sanki robotlaşır, düşünməyə başa düşmür ki, insanlarımız ki, ölkədə sosial problemlər, ölkədə ictimai problemlər, ölkədə siyasi problemlər qalır bir qırağa. İnsanlar artıq başlayırlar
Elgiz Əkbərin verilişində çıxan insanların problemlərini düşünməyə, onlardan danışmağa və yaxud da ki, Xoşqədəm Hidayət qızının verilişi, mən indi o verilişlərin adlarını bilmirəm. Amma təbii ki, sima olaraq özlərini bilir və yaxud da Zaur Baxşəliyev olsun və yaxud da digər zaurlar olsun. Hamısının adını bilmirəm. İnsanlarla sadəcə başını qarışdırırlar. Yəni, loru dildə mən bunu izah etsəm ki, videonu izləyən sadə azərbaycanlıların da başa düşəcəyi dillə təbii ki, ifadə etsəm, insanların sadəcə başını qarışdırırlar bu verilişlərlə və insanları televiziyaya fokuslayırlar, ancaq bu verilişlərlə, intellektual verilişlərlə yox, müəyyən debat xarakterli verilişlərlə yox, müzakirə xarakterli verilişlərlə yox, bu verilişlərlə. Hansı ki, elə bizim iqtidarın da tez-tez dilə gətirdiyi ailə dəyərləri elə həmin verilişlərdə məhv olur. Hər növ hadisələrin biz o verilişlərdə şahidi ola bilərik və hər növ insanların da orada necə çıxarılıb, orada bəzi hallarda ümumiyyətlə şou düzəldirlər. Onların da şahidi ola bilərik. Ümumiyyətlə ona görə də Murad Arifin fikirlərində mən o senzura istəyini sezdim. Bu məsələyə ona görə toxundum. Mən senzuraya qarşıyam. Bəli, Azərbaycan televiziyaları daha şəffaf fəaliyyət göstərməlidir. Buna görə də Azərbaycanda hüquq əlilliyi olmalıdır, siyasi azadlıqlar olmalıdır. Verilən sponsor müqavilələri ancaq bəlli verilişləri olmamalıdır. Bunun üçün də Azərbaycanda iqtisadi azadlıq olmalıdır, monopoliya sistemi olmamalıdır ki, azad biznes şəxsləri formalaşsın, azad sahibkarlar formalaşsın və bu azad sahibkarlar da istədiyi bir intellektual verilişə sponsor olsun, istədiyi bir siyasi debat xarakterli verilişə sponsor olsun və o veriliş reytingi də necə deyirlər, partlatsın. Amma indiki fonda, indiki vəziyyətdə təbii ki, bunlar mümkün deyil və bu mümkün olmayan bir durumda da televiziyaların durumu baxın elə bundan daha ötə, bundan daha yaxşı ola bilməz. Yəni maksimum Azərbaycan televiziyaları İctimai TV-nin durumu ola bilər. Hətta orada belə siyasi senzura var. Yəni orada digər senzuralar olduğunu mən düşünmürəm. Amma siyasi senzura təbii ki, var. Və bəlli şəxslər xaric televiziyaları kimlərsə çıxarılır və yaxud da ki, ümumiyyətlə qara siyahı bir xəyali bir qara siyahı düşünək və bir qara siyahı var. Bu qara siyahıda olan şəxsləri həmin televiziyalara dəvət etməyəcəklər və yaxud dəvət edəcəklərsə də canlı yayıma dəvət etməyəcəklər və bunun fonunda təbii ki, biz heç bir televiziya inkişafından danışa bilmərik. İşin tərəzinin digər bir gözünə indi biz diqqət edək Azərbaycan şou biznesində. Mən ümumiyyətlə daha çox həmişə siyasi mövzulardan danışıram. Hansısa bir mövzuda danışıramsa da digər bir mövzuda onun da siyasi bağları haqqında danışıram. Ona görə şou biznes məsələsi haqqında çox toxunmaq, o üzərində çox qalmaq istəmirəm, amma son günlər Səidə Sultanın və Tolik kimi tanınan Tarix Əliyevin arasında baş verənlər mən onların bir-birlə səsləndirdiyi ittihamların səviyyəsinə düşmək niyyətində deyiləm. İkisinin də haqlı tərəfləri var və təbii ki, ikisinin də haqsız olan tərəfləri var. Ona görə də bu onların şəxsi işidir. Hətta Tolik bir müddət özünün bildirdiyinə görə mənim heç bundan xəbərim yox idi. Səidə Sultanın prodüseri də olub, səhv etmirəmsə, bir neçə ay və yaxud da bir neçə il. Ona görə onların şəxsi aralarında nə baş verib və bu problem niyə var, mənə bir azərbaycanlı kimi və yaxud da ki, mənə bir siyasətçi kimi bu maraqlı deyil. Amma onların səsləndirdiyi fikirlərdə bir önəmli məqam var idi. Onların hər ikisi müxtəlif dövlət orqanlarının adını çəkir və bir-birini bu dövlət orqanlarının vasitəsilə ittiham edildi sanki. İndi burada sual ortaya çıxır, nə baş verir? Ümumiyyətlə, Azərbaycan dövlət orqanları, Azərbaycan təhlükəsizlik xidməti orqanları, xüsusilə hüquq mühafizə orqanları, yəni o qədər boş bekardır ki, Azərbaycan şou biznesində kimsə kimisə təhdid edəndə onların adıyla bunu təhdid edir. Onların adından istifadə edib bunu təhdid edir. Bu hüququ onlara kim verir? Mənə bir azərbaycanlı kimi bu maraqlıdır. Mən ümumiyyətlə təbii ki, heç kəsi təhdid etmək niyyətim yoxdur. Bu günə kimi də etməmişəm. Mən yəqin ki, nə vaxtsa da etməyəcəm. Amma mən kimisə təhdid edirəmsə, formal olaraq mən danışıram. Mən niyə hansısa bir dövlət orqanının və hüquq mühafizə orqanlarıyla bağlı dövlət orqanının adını çəkib onunla təhdid etməliyəm? Mənə bu ixtiyarı kim verib? Burada artıq sual ortaya çıxır. Nə baş verir ümumiyyətlə və bu insanlar kimdir? Bu insanlar niyə düşüblər ortalığa? Və Tolik bir müddət bundan öncə ümumiyyətlə siyasi məhbus ailələrini təhqir etmişdi hətta. Məhkəmə prosesi bəlkə də hələ də gedir
onunla bağlı bir neçə siyasi məhbus ailəsi Tarix Əliyevdən şikayət vermişdi hüquq mühafizə orqanlarına və hal-hazırda məhkəmə, mən səhv etmirəmsə, məhkəmə prosesi hələ də davam edir. Ümumiyyətlə bu insana o ixtiyarı kim verib? Durub kimlərisə təhdid edir, kimlərisə təhqir edir, kimləri isə hüquq mühafizə orqanlarının vasitəsilə təhdid edir. Yəni onların adını hallandıraraq daha doğrusu təhdid edir vasitəsilə, bu formada deyirəm. Kimdir Tarix Əliyev ümumiyyətlə? Hansı peşənin sahibidir? Ona kim bu ixtiyarı verib? Dövlət orqanlarının adını hallandırmağı, dövlət orqanlarının adı ilə kimlərisə təhdid etməyi və çox ucuz bir məsələdə, çox rüsvayçı bir məsələdə bir-birlərini söyürlər, təhqir edirlər, bir-birlərinin ailələrinə hətta təhqir edici ifadələr səsləndirirlər. Nə baş verir ümumiyyətlə və mən düşünürəm ki, bu son televiziya fonunda, televiziya müzakirəsi fonunda baş verənlər, həm də Səidə Sultan və Tolik, yəni Tarix Əliyev arasında baş verənlər Azərbaycanda siyasi gündəmi bir qədər dəyişməyə yönəlik addımlardır. Çünki Azərbaycanda elə bir mühit var ki, bugün təəssüf ki, ölkəmizdə hər adam da nəyisə tənqid edirsə, bu onun saf niyyəti, bu onun içindən gələn bir niyyət kimi də anlaşılmamalıdır və yaxud da ki, mən bunu belə anlamıram. Bəlkə də mənim müəyyən komplet teorilər üzərindən gedirəm, amma mən düşünürəm ki, bu sadəcə ölkədəki gündəmi dəyişmək bir cəhddir. İndi bu məncə bir qədər alındı. Çünki son 10 gündə, son 2 həftəyə biz nəzər salsaq, Azərbaycan gündəmi prezidentə, prezidentin ailəsi ilə bağlı məsələlərdir, video blogerlərin dəstək çıxışları oldu, onları tənqid edənlər oldu, prezidentin ailəsini tənqid edənlər var idi, xaricdə yaşayan blogerlərin fəaliyyətləri var və prezidentin ABŞ-da prezidentin mühafizə dəstəsi ilə bir neçə aksiya iştirakçının məsələsi gündəm olmuşdur və bütün bunların fonunda təbii ki, nəsə lazım idi və bu nəsə də ortamı dəyişməyə, gündəmi dəyişməyə cəhdlər olmalı idi və fikrimcə də bu son baş verənlər bunlarla bağlıdır. Amma olsun, Azərbaycan televiziyaları ilə bağlı müzakirələr, Azərbaycan televiziyalarında baş verənlərlə bağlı müzakirələr ümumiyyətlə məncə də lazımdır. Bu fərqi yoxdur, bunun kökü hardan gəlir və bu nə niyyətlə edilir. Amma bu müzakirələr, bu sorğulanmalara ehtiyac var və ümumiyyətlə Azərbaycan televiziyalarının fəaliyyətinə ciddi şəkildə mən düşünürəm ki, çəki düzən vermək lazımdır.